El arasında deyirlər ki, mükəmməl insan yoxdur. Amma Şahmar həqiqətən də elə biri idi. Bayram olanda 5 dəqiqəlik gəlib bizi ziyarət eləyib gedərdi. Çünki həmişə bağlaması gəlməyən əskərlər var. Bayramı onlarla keçirəcəm deyirdi. Bu sözləri şəhid kapitan Quliyev Şahmar Kəmaləddin oğlunun həyat yoldaşı böyük qürur və kövrəkliklə xatırlayır. Quliyev Şahmar 1991-ci il noyabrın 7-sində Naxçıvan şəhərində anadan olub. İlk təhsilini Naxçıvan şəhər Məmməd Cəfər Cəfərov adına 14 nömrəli tam orta məktəbdə alıb. Şahmar kiçik yaşlarından hərbiçi olmaq arzusu ilə böyüyürdü. Bu amalın ardınca valideynlərinin xeyir duası ilə 2006-cı ildə Heydər Əliyev adına hərbi liseyə daxil olur. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunur. 2013-cü ildə mexanika mühəndisi kimi təhsilini müvəffəqiyyətlə başa vurur. Həmin ildən Ağcabədidə, sonra isə Ağdamda düşmənlə təmas xəttində xidmətə başlayır. 2016-cı ildə aprel döyüşlərində böyük rəşadət göstərir. Lələtəpənin və strateji mövqelərin azad olunmasında iştirak edir. 2020-ci ilin 27 sentyabrında Azərbaycan ordusunun xalqımızın 30 illik yurd həsrətinə son qoymaq üçün başlatdığı xalq mübarizəsində minlərlə igid vətən oğlu kimi Şahmar Quliyev də özünü odlu-alovlu səngərlərə atır. Şahmar və döyüş yoldaşları Suqovuşana gedən yolun açılmasında müstəsna xidmətlər göstərirlər. Suqovuşan uğrunda gedən döyüşlərdə tabor komandiri mayor Elgün Hacıyev başından ağır yaralanır. Şahmar döyüş yoldaşının həyatını öz canı bahasına xilas edir və özü də yaralanır. Yaralanmağına baxmayaraq, Suqovuşanda mübarizəni davam etdirmək üçün yenidən cəbhəyə qayıdır. Sentyabrın 28-də düşmən snayperindən açılan atəş nəticəsində döyüş meydanında şəhid olur. O, hərbi memorial məzarlığında dəfn olunub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Quliyev Şahmar Kəmaləddin oğlu ölümündən sonra vətən uğrunda Suqovuşanın azad olunmasına görə medalları və 3-cü dərəcəli vətənə xidmətə görə orden